Qarşıdan Məhərrəm ayı gəlir. Bu ay çox hadisələrin şahididir. Bu ay bir dəstə insanın qəflətinin şahididir. Bir dəstə insanın bəsirətinin şahididir. Bu ayda bir dəstə insanın çata biləcəyi ən uca zirvəni fəth elədi. Bir dəstə insan heyvanlığın da sərhəddini keçib ən aşağı rəzil səviyyəyə indi. Bu bəsirət ayıdır. Bu ay deyəndə insan o Fəratın şırıltısının yanında susuz öldürülən Peyğəmbər balalarını gözünün önünə gətirir ki, dünya belə müsibət görməyib. Bütün canlıların rahat istifadə elədiyi sudan ona vermədilər. Onu susuz öldürdülər. Bu ay Əhl-i Beytin əsirliyinə şahid olub. Xanım Zeynəbin qolu bağlı şəhər-şəhər gəzdirilməyinə şahid olub. İmam Hüseynin başının bədənindən ayrılmasına şahid olub. Adəm yaranandan heç vaxt bu qədər övliya bir yerdə bu şəkildə qətlə yetirilməmişdir. Varlıq aləminin mərkəzi, sütunu olan imamın başı bədənindən diri-diri kəsilib. Heç kəsə rəva görülməyən zülmü İmam Hüseynə rəva görüblər. Özdəki onları aşiq olan, onları həddən artıq çox sevən, deyərdim, sözümüz var ya, belə dəlicəsinə sevən bir insanı amansızcasına qətlə yetirib.